Hər kəs salamlar olsun. Deməli, əziz dostlar, bugün bir dənə paylaşım çıxdı qarşıma. Deyirəm ki, həqiqətən də yeganə bir millətik ki, Azərbaycan milləti, Azərbaycan xalqı. Dünyada bizə düşmənə ehtiyac yoxdur. Allah'a hamd olsun, özümüz özümüzün düşmanıyıq. Bildiyiniz kimi, yəni dünyada Azərbaycanı, çox ölkə tanımır. Azərbaycanı tanıyır ancaq Mərkəzi Asiya ölkələri, belə, bir də ki, Türkiyə və belə yaxın ölkələr tanıyır. Yəni, dünyanın çox ölkələri Azərbaycanı tanımır. Yəni, bunu mən sizə əminliklə deyirəm, bir sirk sənətçisi olaraq. Mən çox ölkədə olan artistlərlə işləyirəm. Soruşurlar məndən haradan gəlmişsən, haralasan? Deyirəm, Azərbaycanlıyam, ağızlarına ayrı baxırlar ki, ora haradır, harada yerləşir. Sonra mən onlara başa salıram. Dağıstanı tanıyırlar, məsəl üçün Çeçenistanı tanıyırlar. Amma Azərbaycanı tanımırlar. Niyə? Niyəsini həmişə demişəm, yenə də deyirəm. Çünki Azərbaycanda idman inkişaf eləməyibdir. Azərbaycan idmanı çox aşağı bir səviyyədədir. Məsəl üçün, bu balaca bir cırtdan ölkə var idi. Bu futbolda iştirak elədi FIFA'da. Yəni, futbolistlərin imkanı yox idi. Adam elektrik işləyir, gedir, elektrik işləyir, pulunu yığır, gəlir, futbolda iştirak edir. Amma milyardlarla pul ayrılır Azərbaycan futboluna, heç bir yerə çıxa bilmirlər. Lazımsız idmanlara da bir sözlə, lazımsız idmanlara pul ayrılırlar. Yəni, Azərbaycanda pəhlivanları idman kimi tanımırlar, amma Counter-Strike oyununu, o Counter-Strike oyunu var idi əvvəllər, bu uşaqlar bilirdilər, köhnələr. O oyunu oynayanları idmançı kimi tanıyırlar. Yəni, belə bir sistemdir də bizdə. İndi bunu dəyişmək mümkün deyil. Bunu da qoyduq bir qırağa. Yəni, ətraflı məlumat verirəm. Keçdik. Bugün qabağıma çıxan paylaşım nədir? Görürəm ki, bizim bu fəxrimiz Rafael Fiziyev, adam əziyyət çəkir, Tofiq Musayevin özü də. Bunlar, qardaş, belə insanlar Azərbaycanda indiyə qədər olmayıbdır. İndiyə qədər belə bir potensiallı döyüşçülərimiz olmayıbdır, qardaş. Rusiyada, nə bilim, SNK ölkələrində belə bu yox, bax, belə potensiallı UFC-də, dünya səviyyəli bir döyüşlərdə iştirak edən olmayıb. İndi bu kişi əziyyət çəkir, elə Tofiqə də aiddir, Rafaelə də. Əziyyət çəkilən də o birisi idmançıları, mən döyüş idmanından elə də anlayışım olmadığına görə adlarını çəkə bilmirəmsə, üzr hesab edəsinlər. Mən yəni əsas Tofiq Musayevdir, bir də Rafael Fiziyevi görürəm ki, yəni burada onu deyirlər, mən Meksikada yaşayıram, görürəm ki, Rafael Fiziyevi fanatları əmələ gəlib burada. Yəni bu çox sevindirici bir haldır, onun stilini bəyənirlər. Həqiqətən çox sevinirəm. Yəni bu adam Azərbaycanı tanıdır. Yəni bu elə-belə bir şey deyil UFC-də. Məsəl üçün Tofiq Musayevin özü də. Qardaş, bu insanı niyə peşman edirsiniz? Sizin nəyinizə lazımdır? Rafael namaz qılır, Rafael şiə namazı qılır, Rafael sünni namazı qılır, Rafael ümumiyyətlə namaz qılmır, Rafael nə yiyir, nə içir, siz nə şərəfsiz adamlarsınız. Yəni, Azərbaycanda yaşayan 60%, 70% trola deyirəm. Siz ölürsünüz bir-birinizin torbasını tikmək, siz ölürsünüz, xainsiniz, içiniz qurtludur. Biri bir qabağa gedən ona podderjit eləyinə ki, buna baxın, səncən görün bunlar nə qədər düşov adamlardır ki, görün nəyin söhbətini edirlər. Bir idmançının alət problemi, bir idmançının ağzından söz tuturlar, bunu çürüdürlər. Siz nə bambul adamlarsınız, sizin ücbatınızdan ömrü boyu Azərbaycan qabağa gedə bilmir. Azərbaycanda qabağa gedən idmançını da siz peşman edirsiniz, həmin idmançı da peşman olur. Allah'a and olsun, mən nə qədər idmançı tanıyıram, sadəcə olaraq onların adını çəkmək istəmirəm, çünki onlar mənə icazə verməyiblər. Nə qədər mən titullu idmançı tanıyıram, hamısı peşman olublar. Çünki peşman edən Azərbaycanda yaşayan 70% o triyaqqalardır. 30% normaldır, 70% lazımsız insanlardır. Savadsız, axmaq, torba tikən, onun bunun dalıcan danışan, onun bunun arvadının dalına baxan, oturub ancaq onun bunun qeybətini eləyən. Siz, nə bilim, siz nə yiyirsiniz, nə içirsiniz? Vallahi deyirəm ki, bax, siz sağlıqla salamat. Bax, bu Rafaeli peşman eləyəcəklər. Bu Rafaeli
peşman eləyəcəklər. Axırda o da başını götürüb çıxıb gedəcək. Mındar söhbətlər, fəxr eləyin, siz yazın ki, halal olsun. Dünyada, dünya futbolistləri var ki, Messi'dir, nə bilim, Ronaldo'dur. Messi'dən ötürü burada onun yerliləri ağlayır, sevinir, deyir, bizim ölkəni tanıdır. Siz nə, bu nədir? Düzələn deyil, qardaş. Bu, mənim də başıma gəlmir. Mən elə də böyük tanınmış bir insan olmasam da. Amma Azərbaycan pəhlivan aləmində mənim qədər tanınan elə bir Azərbaycanda pəhlivan olmayıb. Dindən belə də olası deyil. Amma mən də gördüm ki, bu peysər, bu cındır triyapqaların ucubatından cındır söhbətlər edirlər. Məni söyürlər, görər reaksiya vermək, keçdilər arvad, ana, görər uşaq söyür. Siz bax belə peysərlərsiniz. Siz ömrü boyu, sizin üzbatınızın ömrü boyu Azərbaycanda heç kim qabağa gedə bilməyəcək. Vallahi nəm adam utanır bunların yerinə. Vallahi yəni deyirəm, özləri bilər, hər idmançının öz həyəti var. Yəni mən də bir idmançı olaraq, bir pəhlivan olaraq fikrimi bildim ki, bu kazyol adamlara görə. Gedin işinizlə məşğul. Vallahi siz o qədər qurtlusuz ki, elə həyata göt kimi gəlirsiniz, göt kimi də gedəcəksiniz. Yəni sizi heç öləndə deməyəcəklər ki, Allah yalanlıq başıva yığılacaqlar o bozbaşdan zaddan yeməkdən ötürü, yanına bir də Allah rəhmət eləyəcək, naxuy bilə gedəcəksiniz. Sizin əzizləriniz gətirib sizə gül qoymayacaq. Siz elə peysərlərsiniz. Nə bilim, bunlara nə deyim mən? Əsəbləşdim bu videonu çəkdim. Baxanlar baxar, qiymət verən verər. İndi də söyüş söymüşəm, mənim də xarakterim budur. Xoşu gələn baxar, xoşu gələn məqbul eləyər.